Koç bürcü 30 mart 2025-ci il pis gün deyil, lakin səhər saatlarında bəzi məişət problemlərini həll etmək üçün iş tapşırıqlarına fasilə verməli olacaqsınız. Sağlam düşüncə və praktiklik sizə əhəmiyyətli səbəblərdən fikrinizi yayındırmağa imkan verməyəcək. Əksər qoçlar təcrübəli həmkarlarından faydalı məsləhətlər alacaq və dərhal istifadə edə biləcəklər. Danışıqlar uğurlu olacaq. Yeni başlanğıclar üçün əlverişli zamandır. Nüfuzlu havadarları əldə etmə ehtimalınız yüksəkdir. Qısa müddətli, lakin nəzərə çarpacaq maliyyə uğuru gözləmək olar. Uzun səfərlər və işgüzar səfərlər yaxşı keçəcək. Boğa bürcü 30 mart 2025-ci il olduqca sıx bir gündür. Artan əsəbilik və hər hansı məsələdə mübahisə etmək meyli sizə zərər verə bilər. Danışıqlar mühüm məsələlərin müzakirəsi üçün ən asan dövr deyil. Bəzi boğalar xoşagəlməz xəbərlər alacaqlar. Bununla belə istəsəniz bütün problemlərin öhdəsindən gələ bilərsiniz. Axşama doğru müsbət tendensiyaların təsirini hiss edəcəksiniz. Siz itirilmiş vaxtınızı kompensasiya edə, zədələnmiş münasibətləri bərpa edə, faydalı insanlarla əlaqələr qura biləcəksiniz. İşlərinizi qaydaya salmaq üçün əla zamandır. Əkizlər bürcü 30 mart 2025-ci il gününüz xoş keçsin. Müsbət münasibət istənilən maneələri dəf etməyə kömək edəcək. Yeni biliklər əldə etmək üçün əla vaxtdır. İşinizdə faydalı olacaq. Karyera yüksəlişinizə tövə verəcək şeylər öyrənəcəksiniz. Bir çox əkizlər xarici tərəfdaşlarla əlaqə qura biləcəklər. Günün ikinci yarısında ev işlərinə fikir vermək üçün işə fasilə verməli olacaqsınız. Yaşlı qohumlar məsləhətlərinə qulaq asmaq zərər verməzdi. Tezliklə sizə faydalı olacaq nüfuzlu insanlarla əlaqələr qurmaq şansınız olacaq. Xərçəng bürcü 30 mart 2025-ci il pis gün deyil. Düzdür, səhərlər sizi əsəbləşdirəcək və biraz əsəbləşəcək xırda problemlər ola bilər. Yaxınlarınızla xırda fikir ayrılıqları mümkündür, lakin ciddi münaqişələr gözlənilmir. Səhərinizi iri miqyaslı layihələr, mürəkkəb işlərlə başlamamalısınız. Amma adi rutin işiniz sizə zərrə qədər çətinlik yaratmayacaq. Tezliklə bir çox xərçənglər emosional yüksəliş hiss edəcək. Bütün mövcud problemləri həll etmək üçün güc tapacaqlar. Müqavilələrin bağlanması, mühüm məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Bütün edilən səhvləri düzəltmək mümkün olacaq. Şir bürcü 30 mart 2025-ci il asan gün deyil. Səhər bəzi çətinliklər ola bilər. Buna görə də baş verənlərin nəticələrini yumşaltmaq üçün tez bir zamanda tənzimləməli olacaqsınız. Tələsik vədlər verməməli, tələsik nəticələr çıxarmamalısınız. Bir çox şirlər fikirlərini toplamaqda çətinlik çəkəcəklər. Ancaq tezliklə parlaq bir zolaq gələcək. Günün ikinci yarısında etibarlı müttəfiqlər yardım və iştirakını təklif edəcəklər. Sağlam düşüncəniz sizə səhv etməkdən, vacib detalları unutmaqdan çəkinməyə kömək edəcək. Qız bürcü 30 mart 2025-ci il qeyri-müəyyən bir gündür. Ətrafınızdakılarla ortaq dil tapmaq həmişə mümkün olmayacaq. Bu sizin günahınız deyil. Həmkarlar sizi əhəmiyyətsiz səbəblərə görə işinizdən yayındıracaqlar. Ona görə də diqqətinizi cəmləmək həmişəkindən daha çətin olacaq. Vacib qərarlar qəbul etməməlisiniz. Çünki tezliklə hərəkətlərinizin nəticəsinə əhəmiyyətli dərəcədə təsir edəcək əlavə məlumatlar aşkarlanacaq. Bütün çətinliklərə baxmayaraq işlərinizi qaydaya sala, prioritetlərinizi düzgün təyin edə və planlaşdırdığınız hər şeyin öhdəsindən gələ biləcəksiniz. Kiçik çətinliklər sizi yoldan çıxara və geri çəkilməyə vadar edə bilməyəcək. Tərəzi bürcü 30 mart 2025-ci il çətinliksiz olmasa da əlverişsiz gündür. Əhəmiyyətli bir şeyi axşama qədər təxirə salmayın. Səhər xüsusilə uğurlu və məhsuldar olacaq. Uzun müddətdə davam edən problemləri həll edə, naməlum məsələləri həll edə, bir vaxtlar təxirə salmalı olduğunuz işləri sona çatdıra biləcəksiniz. Bir çox tərəzilər etibarlı müttəfiqlərin məsləhətlərinə qulaq asacaq və bu onlara gözlənməz çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Axşama doğru işgüzar fəaliyyətinizi məhdudlaşdırmalı, emosional durumunuza fikir verməlisiniz. Sevdiklərinizlə münasibətinizi itirməməyi və ünsiyyətdə sərt olmamağı bacarsanız bir sıra münaqişələrdən qaçacaqsınız. Əqrəb bürcü 30 mart 2025-ci il gün olduqca gərgin keçəcək. Əlavə öhdəliklər götürməli olacaqsınız və bu asan olmayacaq. Sağlam düşüncə və praktiklik sizə düzgün qərarlar qəbul etməyə, ciddi səhvlərə yol verməməyə imkan verəcək. Bir çox əqrəblər uğurlarına görə tanınacaqlar. Rəhbərliyinizlə yaxşı reputasiya qura və sürətli karyera yüksəlişi şanslarınızı artıra biləcəksiniz. Başqaları ilə ünsiyyət qurarkən onların zəif tərəflərinə qarşı biraz daha səbirli olmağa çalışın. Onda siz asanlıqla insanları özünə cəlb edə və onlardan sizə lazım olanı əldə edə biləcəksiniz. Oxatan bürcü 30 mart 2025-ci il planladığınız hər şeyi etməyə nail olacaqsınız. Gözlədiyinizdən daha az səy və vaxt sərf edəcəksiniz. Bir çox oxatanlar əvvəllər əlçatmaz görünsələr də məqsədlərinə çata biləcəklər. Yeni tanışlıqlar, faydalı əlaqələr qurmaq, pozulmuş münasibətləri bərpa etmək üçün əlverişli zamandır. Bağlanmış əqdlər sərfəli və uzun müddətli olacaq. Qohumlar və ya dostlar işlərinizə qarışmağa çalışacaqlar, lakin onların iştirakı tamamilə uyğun olacaq. Onların enerjisini düzgün istiqamətə
həyata yönəldə sizə lazım olan yardımı ala biləcəksiniz. Oğlaq bürcü 30 mart 2025-ci il. Çətin gün başlayacaq, amma tezliklə hər şey düzələcək. Səhər tezdən mühüm işlərə başlamamalısınız. Detallara diqqət yetirin. Hər hansı bir kiçik şey əsas ola bilər. Bu zaman edilən sövdələşmələrin sərfəli olması ehtimalı azdır. Ona görə də mümkünsə qısa müddətə təxirə salınmalıdır. Tezliklə vəziyyətin yaxşılığa doğru necə dəyişdiyini görəcəksiniz. Oğlaqların əksəriyyəti başqalarının təqdir edəcəyi perspektivli ideyalarla çıxış edəcəklər. Səfərləriniz uğurlu olacaq. Sevdiyiniz insanla münasibətlər daha inamlı olacaq. Dolça bürcü 30 mart 2025-ci il. Səhər siz güc və enerji ilə dolu olacaqsınız. Cazibədarlığınız artacaq. Bu da sizə çoxlu sayda insanı asanlıqla qazanmağa imkan verəcək. Bəzi dolçalar nüfuzlu himayədarlar əldə edəcəklər. Ofis romantikasının başlanğıcını istisna etmək olmaz. Qazanclı sözləşmələr bağlaya, perspektivli müqavilələr bağlaya biləcəksiniz. Rəhbərliklə münasibətləri yaxşılaşdırmaq üçün əlverişli zamandır. Axşam saatlarında diqqəti işə cəmləmək çətin olacaq. Buna görə də onu yaxınlarınızla ünsiyyətdə, dostlarla görüşlərə və aktiv istirahətə həsr etmək daha yaxşıdır. Balıqlar bürcü 30 mart 2025-ci il. Qeyri-müəyyən bir gündür. Ev işləri və yaxın qohumlarınızın problemləri ilə diqqətinizi yayındıracaqsınız. Ona görə də diqqətinizi biznesə cəmləmək çətin olacaq. Bununla belə bir çox balıqlar məqsədlərinə çatmaq üçün mühüm addımlar ata biləcəklər. Təmkin və soyuqqanlılıq sizə mürəkkəb peşəkar işlərin öhdəsindən gəlməyə imkan verəcək. Günün ortası gələcək üçün planlar qurmaq üçün əladır. Qarşınızda cazibədar perspektivlər açılacaq. Bundan yararlanmaq vacibdir. Qeyri-müəyyən situasiyalarda intuisiyanıza qulaq asın. Bu sizi ruhdan salmayacaq.